Dünən səhər Karvansarayda idman elədiyim yerdə ürəyimə mət kimi xaç düşür, mən də gəlirəm nostaljiya Əli Şəminin yanına. Burada xaçın başayağını yəqin ki Lipska ilə təmizləyirlər, çünki tər təmiz idi. Xaçın dadına duzuna qətiyyən söz ola bilməz, yapışqanlığını da belə test elədim, elə bil aboy kleydi. Yerüz məlum mət kimi xaçdan nuş eləyib enerjidən yığıb gəlirəm Norkusağa buta qonaq evinə. Çatan kimi də lazım avadanlıqları götürüb xaçın verdiyi enerji ilə düşürəm obyektin canına. Başlayıram ərazini gəzməyə, rezervasiya saytlarını əlavə eləmək üçün obyektin payız tonlarında bir neçə şəkilləri lazım idi, fərqli rakurslardan onları çəkirəm. Sonra da növbəti dəfə hazırlayıb paylaşacağım video üçün lazım olan kadrları yenə eyni qaydada müxtəlif rakurslardan çəkirəm və buradan işlərimi yekunlaşdırıb çantamı yığışdırıb düşürəm yola, gəlirəm Nohur Gölə sahil restoranına. Çatan kimi bir çayda burada içib başlayıram həm payızın gəlişini hiss elətdirən, həm də Qəbələnin gözəlliklərini göz önünə çıxara biləcək kadrlar çəkməyə. Ümumiyyətcə mənə çox sual verirlər ki, videoları nə ilə çəkirəm? Əlimdəki model 14 Pro Max-dır. Sonra buradan da işlərimi yekunlaşdırıb gəlirəm Memiyə, həm təzə gələn malları çəkirəm, həm də orada çəkdiyim videonu editləyib paylaşıram. Bu videoya da reaksiya gəlmir. Sonra da gəlib Tariyə şeflə tez bazar salam soğal eləyib gəlirəm Karvansaray otelə Çeşmə Spaya ki, biraz yorğunluğumu atım. Burada da tövsiyə olunan ardıcıllıqla əvvəl isti duş, sonra ot kimi saunada isinib, sonra soyuq duşun altında cız eləyib, sonra buxar otağı, türk hamamı, duş və gəlirəm hovuza. Hovuzda da çox şükür boğulmuram. Uzun günün yorğunluğu spadan sonra bədən istər-istəməz dehidrasiyaya məruz qalır, susuzluğu minimuma endirmək zəruriyyəti yaranır və mən də gəlib çıxıram VIP House-a. Burada da səhərin turşməzə arpa suyu, yanında maraqlı zaksukaları ilə uzanan xoş söhbətlər, 14 min addımla günü burada bitirirəm və videoda burada bitir.